Salam değerli izleyiciler, həvəskar təbiət və biologiya sevərlər. Bugün sizlərlə yeni bir videoya start veririk. Deməli, bugünkü bölməmiz biz RFM-ə hazırlaşırıq. Ayın 27-si RFM-imizdir. Ümid edirəm ki, hər kəs yüksək nəticə toplayar. Biz kimi bölməni təkrar etdik, qüvvə və ürəyi və akciğərlər olan bölməni. Bugün isə göbələk nədir və bakteriya nədir? Onları keçəcəyik. Onlar haqqında məsələlər tərtib edəcəm. Mövzu biraz qəlizdir. Zəhmət olmasa diqqətlə qulaq asın. Gəlin başlayaq. Göbələk nədir? Buraları keçirəm. Deməli, papaqlı göbələk nə bitki, nə də heyvan qrupuna aid deyil. Onlar göbələk adlanan xüsusi canlı qrupuna aiddir. Bunun altından bir xətt çəkək. Nə bitkidir, nə də heyvan qrupuna aid deyil. Yeyilə bilən meşələrdə və yol kənarının bitdiyini görə biləcəyiniz tanış göbələklə əlavə kif və mayalar da göbələklərə aiddir. Onlar papaqlı göbələkdən çox kiçikdir. Bəzi göbələklər adı gözü görüncə qədər kiçik olur. Yalnız mikroskop altında görünür. Mikroorqanizmlərə də aid edilir. Mikroskopik görünüşə malikdirlər. Deməli, burada əsas göbələklərimizi bizə göstərir. Deməli, maya göbələyi bir hüceyrəlidir və onları yalnız mikroskop altında görmək olur. Meyvə tərəvəzlərdə olan şəkərlər qidalanır. Maya göbələyi eyni zamanda xəmirin şişməsində də bizə kömək edir. Qov göbələyi ağaclarda və çürüyən kötək üzərində inkişaf edib ağacın gövdəsinin dağılmasına səbəb olur. Bu göbələklər sporlarla çoxalırlar və qov göbələyində sporlar papağın altında olur. Kif göbələyi çox hüceyrəlidir. Maya göbələyindən daha böyükdür. Qida məhsulları üzərində inkişaf edir və onların xarab olmasına səbəb olur. Deməli, maya göbələyi bir hüceyrəlidir. Kif göbələyi çox hüceyrəlidir. Maya göbələyi mikroskopikdir. Maya göbələyindən daha böyükdür kif göbələyi. Müqayisə düşə bilər. Elə Venn diaqramı kimi. Və göbələklər də bir borcuqlu, bir də lövhəcikli olaraq iki yerə bölünür. Baxın, görürsünüz, lövhəciklər, lövhə nədir? Lövhə düz bir şeydir, belə gedir. Borcuqlar isə bunun daxilində borular mövcuddur. İçində sporlar yerləşir. Göbələyin əksəriyyət sporlarla çoxalır. Papaqlı göbələyin papaqların altında. Yəni bunlar papaqların altında. Bütün göbələklər demək olar ki, papaq var. Baxın, papağın altında lövhəciklər mövcuddur. Burada da borcuqlar mövcuddur. Deməli, onlar xırda və yüngül olduğundan külək vasitəsilə salın ətrafa yayılır. Kifayət qədər hava, rütubət, istilik olan yerlərdə olan yerlərə üstüşdə spora düzəlir, onları yeni göbələklər inkişaf edir. Belə bir şey də var ki, düşə bilər. Bitkinin, sporun ümumiyyətlə böyüməsi üçün RIO2 şəraiti bizə lazımdır. Deməli, bu nədir? Hərəsini bir izah eləyək. O2 zaten bizə məlumdur. Rütubət, istilik, O2 də yazıram yine oksigen, qaz. Bunlar bizim üçün əsasdır. Gələcəkdə askaritis falan keçəcəksiniz. Onlar üçün də bunlar ehtiyaclıdır. O sporun aerob dönəmində lazım olan şəraitidir. Bu şəraitdə böyüyür və bir çox bitkilərin tomurcuqları, toxumları, cücərtilər, sporlar bu şəraitdə böyüyür. Rütubət, istilik O2 lazımdır ki, inkişaf etsin yeni nəsil. Göbələklərin yapaqları və xlorofilləri olmur. Buna görə də göbələklər öz qidalarını hazırlaya bilmir. Bəzi göbələklər qida maddələrini başqa canlılardan alır. Digərləri ölü orqanizmdən qalxıb parça əldə edir. Bu göbələklər tökülmüş yarpaq və çürüyən ağaclar kimi qalx qidalarını, heyvan cəsədləri ilə qidalanır. Onları çürüntüyə çevirir, daha sadə maddələri parçalıyor. Maddələrdə canlı bitkilər tərəfindən yenidən istifadə olunur. Beləliklə maddənin təbiətin dövrən tarazlığı təmin edilir. Müştərək həyat şəraitini izah edilməyib burada deyəsən bizə. Bəli, izah edilməyib, onları da izah edəcəm. Sizə sala bilərlər. Müştərək həyat tərzi göbələklərin nədir? Bundan əlavə göbələklərin hamısı
heterotrofdur. Və qidalanmaya görə əsas olaraq avtotrof, heterotrofa bölürük canlılar. Heterotrof nədir? Heterotrof, avtotrofun fərqi odur ki, avto nədir? Avto özüdür, hetero müxtəlifdir. Avtotrof qidalanan canlılar hazır üzv maddələri qəbul eləmirlər. Nəyisə çevirib qidalanırlar. Məsələn, ağaclar karbon qazını oksigenə çevirirlər və onunla qidalanırlar. Yəni üzv maddələrdən yeni üzv maddələr yaradaraq onları çevirərək yaradırlar. Bu avtotrofdur. Amma heterotrof nədir? Hazır üzv maddələrinin qidalanır. Məsələn, dedik göbələklər heyvan qalıqları ilə, qurumuş ağaclarla qidalanırlar. Yəni hazır köklərlə qidalanırlar. Hazır qidalanır. Bu da heterotrof adlanır. Bütün göbələklər heterotrofdur. Göbələklərin avtotrof nümayəndəsi var deyəndə yanlışdır. O variantı əliyirsiniz. Aha. Bakteriya nədir? Əsas buradadır bizim problemimiz. Bir də mən müştərək həyat izah edəcəkdim sizə. Məsələn, bir dəqiqə. Aha. Deməli, müştərək həyat nədir? Bir ağac nəzərdə tutaq. Rəng verək ki, qəşəng görünsün. Bu bizim ağacımızdır. Və bu ağacın kökləri olur. Göbəklərin kökləri də olmur. Onların kökləri yəni mitsellər adlanır. Bir dənə göbələyimiz olsun. Bu göbələyin mitselləri var. Mitsellər. Çok nazik olurlar. Bax, bu mitsellər. Və bunun ağacının kökləri olur da. Bilirik ki, qalın kökləri olur. Yaşından asılı da belə. Uzanan kökləri olur. Eləmi? Və bunların birləşdiyi bir nöqtə var. Sənə biraz uzadaq bu mitsellərini. Bax, həmən bu hissə müştərək həyat tərzi adlanır. Bax, hansı ki, bura birləşib yerdən. Bax, bunlar müştərək həyat tərzi adlanırlar. Biz bilirik ki, ağac torpaqdan H2O, yəni su alırlar. Və bu ağac bunu qəbul eləyir. Suda həll olmuş minerallar qəbul eləyir. Bütün bədənə yayılır ağacın. Və bu aldığından, təxəyyül edin ki, buradan su aldı. Bu ötürəndə artıq burada keçir və ağacın aldığı su və minerallardan bitki də qidalanır. Müştərək nədir? Ortaq. O müştərək həyat tərzi buna deyilir məhz. Və o da göbələyə çatır. Göbələk də su ilə təmin ola bilir. H2O plus minerallardan. Yəni buydu. İndi deyirəm ki, başa düşdünüz müştərək həyat tərzini. Düşə bilər sizə. Ona görə nəzər yetir. Deməli, keçək bakteriyalara. Bakteriyaların əsasən 4 növü var. Hansı ki, spirilla, yəni spirillər, basillər, vibrionlar və koklar. Qıvrım və ya spiral şəkilli forması olur spirillaların, yəni spirillərin. Basillər çöp şəkilli, çubuq formalı bakteriyalar olur. Vibrion, baxın, V hərfinə yadda saxlayın. Vergül şəkilli olurlar. Kok, dairə, sferi, kürə şəkilli olurlar. Bakteriyalar. Deməli, bakteriyaların yaxşısı, pisi var, bölünürlər.
yaxşı bakteriyalar, pis olaraq bölünürlər. Biz göbəklər dedik, canlı orqanizmlər aiddir. Bunlar ümumiyyətlə bölünürlər. Canlılar aləmidir bu. Bunlar ise yarım aləmdir. Hamısı bunların yarım aləm. Bitkilər yarım aləmi, heyvanlar yarım aləmi, bakteriyalar yarım aləmi. Göbəklər dedik ki, papaqlı qov maya göbələyinə bölünür və bu üçü çox hüceyrəlidir. Bu konspektlər yaxşıdır ki, verilir yeni kitablarda. Və bu maya göbələyidir. Bakteriyalar, bunlar hamısı bir hüceyrəni təşkil edir. Bunların fərqi nədir? Bakteriyalar bütün həyat proseslərini bir hüceyrədə aparırlar. Lakin çox hüceyrələrin bir neçə hüceyrəsi var. Hansı o xüsusi hüceyrələr var ki, onlar müəyyən proseslərə xidmət edirlər. Demək, bakteriya göbələklərinin xüsusiyyətləri var ki, hansı zərərlidir? O zərərlər daha çox xəstəlik törədənlərdir. Qidanın da xarab olma səbəbi bu göbələklərdə, bakteriyalarda da var. Faydalı məsələn, qida istehsalında göbələk bakteriyanın fərqisi var. Qatıq isə südü qatığa çevirən bakteriyalar var. Alkoqol istehsalında da xüsusi göbələklər var. Pendir istehsalında yenə göbələklər var, bakteriyalar, alkoqol üzərində bakteriyalar rolu var. Pendirdə hər ikisi var. Məsələn, oxşar düşə bilər ki, hər ikisinə aid olan nədir? Pendir istehsalında hər ikisi istifadə olunur. Küf pendiri olur məsələn, o sırf göbələklərə məxsusdur. Çörək istehsalında da göbələk maya göbələyi mayalanır. Digər qida istehsalının ayrı sahələri üzü tutulanla çürüdülür. Dərman maddələrinin istehsalında istifadə olunur. Məsələn, penisilin göbələyi var, orada verilməyib sizə. Penisilin göbələyindən penisilin maddəsi hazırlanır və o da bir çox dərmanlarda istifadə olunur, yəni xeyirlidir. İndi gəlin sizə bakteriya məsələlərini izah edim. Sizə bakteriya məsələsi verməyib. Viruslardan danışaq və onları necə ayıra biləcəyimizə baxarıq. Gəlin bir gün bunu da işləyək bəlkə. Bir ikisinə baxaq görək. Hansı bizə lazım ola bilər. Bakteriya və mikroorqanizmlər görmək üçün mikroskopdan istifadə etmək olar. Məsələn, bakteriyaya baxmaq üçün böyüdücü şüşə istifadə edə bilməzsiniz. Arasında bu ikisini qalarsınız. Amma stetoskop, teleskopa baxmaq olmaz. Stetoskop ürəyin ölçür, daha doğrusu ürəyin ritmini falan ölçə bilərsiniz qulaqlarının vasitəsilə. Teleskop isə göz cisimlərini ölçür. Papalı göbələk papalı göbələklərin lövhəciklərində və ya boru çəki hissələrinə sporlar, A variantı. Hər bir bakteriya neçə hüceyrədən ibarətdir. Hər bir bakteriyanın bir hüceyrəsi var. Bütün bədi həyatı prosesində bir hüceyrədə gedir. Aşağıdakı hansı qidaların hazırlanmasında mikroorqanizmlərə istifadə olunmur? Düzgün cavabı dairəyə alın. Təbii ki də çörək və makaron. Qatıq südü qatığa çevirən bakteriya, pendir də dedik də orada yazılmış. Yuxarıda seçilmiş səhvlərini qeyd edin, izah etdik. Deməli, aşağıdakı hansı ətraflı şəraiti çörək parçasının üzərində kif göbəlinin optimal bölünməsi üçün vacibdir? Cavab birbaşa cədvələ göstərin. RiO2 öğrendik biz. Deməli, temperatur istiliyi nə qədər çox olsa, göbələk daha yaxşı inkişaf edir, vacibdir. Rütubət burada 95% təbii ki də daha çox əladır. Və parlaq işıqlı yer təbii ki də oksigenin çox olduğu yer. Geçək bakteriya məsələlərinə. Əla məsələləri hazırlamışam sizin üçün. Ümid edirəm bəyənərsiniz. İkinci gəlin bir baxaq. Məsələn, streptokok deyəndə sizcə bu bakteriya streptokok sizcə bu bakteriya deyəndə, yəni bunu deyəndə ağlınıza hansı bakteriya növü gəlir? Əlbəttə ki, kok. Məsələn, vəba vibrionu. Deməli, bu vergül şəkillidir. Çünki vibrion verir. Streptokok. Angina streptokok. Burada yəni, burada küre şəkillidir. Burada isə vergül şəkillidir. Sizə bu qədər dərin deməyə ehtiyac yoxdur deyərlər. Ona görə çox da keçmirəm. Amma final mərhələsindən keçsəniz, inşallah, mən bunları sizə daha dərin izah edərəm istəsəz. Deməli, gəlin bakteriya məsələlərinə baxaq. Onlara uyğun bol-bol məsələlərim var. Hansı ki, onları işləyəcəksiniz. Deməli, bakteriyaların belə bir düsturu var ki,
Gəlin amma bir dənə də bir şey deyim ki, bakteriyaların qidalanması bu sual düşə bilərmi sizə? Bilmirəm. Ona görə indi hər ana qarşı izah edəcəm. Bax. Bakteriyalar qidalanmaya görə iki yerə bölünürlər. Avtotrof, heterotrof. Demişdim bunu az önce. İndi avtotrof nəyə bölünür? Fototroflara və hemotroflara. Aha. Avtotroflar üzr istəyirəm. Səhv yazdım. Başım var. Hə, düz yazmışam. Elə bildim ki, heterotrofa yazdım, hemotrofa. Və heterotroflar isə 3 yerə bölünürlər. Saprofitlər, simbiozlar və parazitlərə. Və parazitlərə. Deməli, bunların hər birinin funksiyası var. Gəlin buna 1A deyək. Buna da 2A deyək. Buna 1B deyək. 2B, 3B. Yəni ayırmaq olsun da bir hansının biridir, onu biraz. Fototroflar birin A'sı. Güneş enerjisini istifadə edir. Yəni fotosintez, güneş ışığı deməkdir. Yəni fotosintez güneş ışığından istifadə edər. Fototrof bakteriyalar. Lakin hemotroflar isə gələcəkdə öyrənəcəyiniz kimyəvi rabitənin enerjisini istifadə edirlər. Sadəcə bunu öyrənin, amma kimyəvi rabitənin nə olduğunu hələ ki sizə demirəm. Çünki 8-ci mövzudur. Enerjisi. Üçün A'sına baxaq. Saprofitlər. Saprofitlər üzvi qalıqlarla qidalanırlar. Heterotofdular axı. Üçün B'si qarışdırdım. Birin A'sı, birin B'si, 2'nin A'sı dəqiqə. Aləm dəqiqə bir-birinə. Birin B'si, 2'nin A'sı, 2'nin B'si. Simbiozlar müştərək həyat yaşayırlar. Bayaq izah elədim. Və onun tərkibində simbiyoz bakteriyalar olur. Yəni kök yumrucu bakteriyaları. Üçüncüsü parazitlər isə parazitlik etdiyi canlı ilə qidalanırlar. Yine hazır maddə özü üçün hazırlanır. Bu qədər. Gələn indi keçək nəyə? Bakteriya məsələlərinə. Deməli, bir düstur yazacağım qırmızı ilə 2-2 məsələlərdə biz bunu istifadə edək. Aha. NT bərabərdir. N0 vur 2 üstü N. İzah edəcəm. N bərabərdir. T bölünsün 20. N bərabər T böl 30. Minimum maksimum. Aha. NT burada başlanğıc bakteriyalar sayıdır. Daha doğrusu üzr istəyirəm. NT burada müəyyən zaman ərzində əmələ gələn bakteriya sayıdır. Yəni müəyyən zaman ərzində nə qədər bakteriya əmələ gəldiyini soruşacaq bizə məsələlərdə biz ona NT ilə işarə edəcəyik. N0 başlanğıc bakteriya sayıdır. 2 üstü N nədir? N ümumiyyətlə nəsil sayıdır. Yəni 2 üstü nəsil. Məsələn, 3 nəsil inkişaf eləyib. Nəsli də biz buradan tapacağıq. Zamanı 20 dəqiqəyə böləcəyik. Zaman məsələn bizə verilib 1 saat. 1 saat bilirik ki 60 dəqiqədir.
və en maksimum tapsaq. 60-ı bölərik 20-yə, ixtisar gedər. 3, 1. Qalar 3. Deməli, 2 üstü n neçə olar? 2 üstü 3, o da eləyər 8. En minimum tapsaq. 60-ı bölərik 30-a. 1, 2. Yəni 2. 2 üstü n bərabərdir 2 üstü 2, o da eləyər 4. Aydındır? Aha, indi gəlin məsələ keçək. Bir də məsələlərdən axtarım, gəlin.